Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, Cəlilabadın Üçtəpə kəndində 22 yaşlı Şükran İsayeva dəm qazından boğularaq ölüb. Xəbər verilir ki, Şükran tibb təhsilli idi. O, ötən ildən yaşadığı Üçtəpə kəndində tibb bacısı kimi fəaliyyət göstərirdi. Allah rəhmət eləsin, əzlərini yaxınlarına səbr diləyirik. Müğənni Fədai Laçın izləyicilərindən birinin ona yazdığı mesajı paylaşıb. Xəbər verilir ki, sənətçi həbsxanada olarkən ona bal göndərən bir şəxsin yazdıqlarına əsəbləşib. Həmin şəxs Fədaiyə mesaj yazaraq, "Sizə həbsxanaya bal göndərdim. Efirdə dediniz ki, Manaf Ağayev yanınıza gəlib və bal gətirib. Mənim adımı çəkmədiniz" sözlərini bildirib. Əsəbləşən sənətçi efirdə adları çəkilsin deyə yaxşılıq ediblər. Mən də belələrinin adını çəkməmişəm, çəkməyəcəm də deyə paylaşımında yazıb.